Bugünkü birinci sualımız ehtimala aiddir. Deyir ki, çevrə üzərində 6 nöqtə qeyd olunub. A, B, C, D, E, F. Təpə nöqtələri çevrə üzərində qeyd edilən bu nöqtələr olmaqla çəkilən çoxbucaqlılar arasında təsadüfi seçilmiş birinin dördbucaqlı olması hadisəsinin ehtimalını tapın. Əvvəlcə biz tapmalıyıq ki, təpə nöqtələri bu nöqtələr, verilən nöqtələr olmaqla neçə dənə çoxbucaqlı seçə bilərik. Bildiyimiz kimi ən az bucağa sahib olan çoxbucaqlı üçbucaqdır. Bizdə 6 nöqtə var. Bunlardan hər hansı üçün birləşdirsək, yəni kombinezon 6-dan 3, hər hansı üçün birləşdirsək üçbucaq ola bilərik. Deməli, ala biləcəyimiz üçbucaqların sayı kombinezon 6-dan 3-dən tapıram. Daha sonra dördbucaqlılar ala bilərəm. Burada da eyni şəkildə kombinezon 6-dan 4, 5 bucaqlı tapa bilərəm. Kombinezon 6-dan 5 və nəhayət bütün nöqtələri birləşdirməklə bir dənə 6 bucaqlı tapa bilərəm. Bunu da kombinezon 6-dan 6 kimi hesablayıram. Deməli, bizdə ümumi hallar buna bərabərdir. Əlverişli hallar isə bizdən yalnız dördbucaqlı olmasını soruşur. Ona görə də əlverişli hallar kombinezon 6-dan 4-ə bərabərdir. İndi biz bunların qiymətlərini hesablayıb yerə qoya bilərik. Məsələn, P bərabərdir ehtimal işarəsindən. Kombinezon 6-dan 4, 6 vuraq 5, bölünsün 2, 15'ə bərabərdir. 6-dan 3, 6 vuraq 5 vuraq 4, bölünsün 6, üstəcə. Bunun qiymətini bilirdim 15, 6-dan 5 elə 6, 6-dan 6 1. Yəni, sürətdə 15, məxrəcdə 20, 15, 35, üstəcə 7, 42 eləyir. 3-ə də ixtisar aparanda 5 bölünsün 14. Deməli, birinci sualda əvvəlcə ümumi halları tapırıq. Burada 3 bucaqdan, 4 bucaqlıdan, 5 bucaqlıdan və 6 bucaqlıdan əmələ gələnləri toplayıram. Daha sonra əlverişli hallar isə yalnız 4 bucaqlılardır. İndi isə ikinci suala baxırıq. Burada bizə kvadrat verir və kvadratın C təpəsindən bir dənə hündürlüyə endirir. BM isə M nöqtəsi CD tərəfinin orta nöqtəsidir. Hər tərəfini x-dən işarələmişəm. Bizə başqa nə verir? BKS-nin sayısı 12-dir. Bayaq dediyim kimi SK da BM-ə perpendikulyardır. Bizdən kvadratın sayısını tapmağımızı istəyir. Əvvəlcə bu sualda necə başlaya bilərəm? Mən məsələn bu bucağı alfa deyirəm. Onda bu bucaq olur 90 çıxılsın alfa. Burada olur alfa, burada olur 90 çıx alfa. Deməli, hündürlük çəkmişiksə, yaranan iki üçbucaq bir-birinə oxşardır. Biz bu oxşarlıqdan istifadə edib, oxşarlıq əmsalından SK-nin sayısını tapacağıq daha sonra. İndi həmin oxşarlığı yazırıq. Üçbucaq BSK ilə oxşardır. B bucağı alfa dərəcədə, burada alfa olan C'dir. C bucağı, burada 90 çıx alfadır, burada 90 çıx alfa olan M'dir. Və K bucağı 90 dərəcəsində, ona görə K bura düşür. İndi mən BS-ni, birinci və ikincini bölürəm C-nə, oxşarlıq əmsalını tapmaq üçün. Bayaq demişdik ki, bura x-dir, bura x-dir. Kvadratın bütün tərəfləri eyni olduğuna görə BS tərəfdə 2x-dir. Yəni 2x bölünsün x. Deməli, oxşarlıq əmsalı 2-ə bərabərdir. Daha sonra buradan nəyi tapa bilərəm? Əgər BKS-nin sayəsini bölsəm SK M-in sayəsindən, onda oxşarlıq əmsalının kvadratını, yəni 4-ə alıram. Deməli, 12 bölünsün S bərabər isə 4-ə, onda kiçik üçbucağın sayısı 3-dür. Kiçik üçbucağın sayısı 3 olanda ümumi BSM-in sayısı 15 olur. M-dən bura paralel düz xətt çəksən, elə bil ki, burada düzbucaqlının diaqonalını bölmüşəmsə, onda burada 15 olur. SM ilə MD də bir-birinə bərabər olduğu üçün üstü 30-dursa, alt tərəfi də 30-dur onda. Buradan tapırıq ki, ümumi kvadratın sayısı 60-a bərabərdir.